Gəlin bugün kickboksçu Eduard Məmmədovun tərəqqi medalı ilə təltif edilməsinin pərdə arxasına baxaq. Bilirsiniz, bütün bu məlumatlar Məmmədovun özünün İdman Biz saytına verdiyi bir müsahibədən gəlir. Və o, açıq şəkildə deyir ki, bu mükafat onun üçün sadəcə bir medaldan çox daha dərin məna daşıyır. Birincisi, Məmmədovun emosional reaksiyasıdır. O deyir ki, mükafatı birbaşa prezidentdən alacağını eşidəndə sevincdən, həyəcandan gecə yata bilməyib. Bu, həqiqətən də onun üçün necə böyük bir hadisə olduğunu göstərir. İkincisi, onun keçmişi ilə bağlı çox səmimi bir etirafı var. Təsəvvür edin ki, 20 ildən çox əvvəl, hətta dünya çempionu olduğu vaxtlarda belə o sadəcə bir mühafizəçi işləyirmiş və məhz o dövrdə ölkə başçısının dəstəyi ilə daxili işlər orqanlarına qoşulub. İndi isə polkovnik leytenantdır. Həqiqətən də inanılmaz bir yol. Və nəhayət üçüncüsü, onun təvazökarlığı. O, bu mükafatı tək öz adına çıxmır, deyir ki, bu əslində bütün Azərbaycan Kickboxing Federasiyasının əməyinin nəticəsidir. Bir sözlə, bu medal təkcə bir çempionun uğuru deyil, həm də onun illər boyu keçdiyi zəhmət dolu yolun və idmana olan sadiqliyinin bir simvoludur.